Hörmətli izləyicilər, hamınız xoş gördünüz. Aşağıda qiyməti görürsünüz ya yuxarıda. Bax, evin qiyməti odur. Çox sizə belə bir təhər gəldi. Bir dənə evə bax, qonaq otağında hörmətli izləyicilər. Vişnyovkadayıq, Alballıqda. Yəni Bilgək tərəf Vişnyovkasında, Alballıqda. 2 sotun içində 4 otaqlı. Belə deyək də, bu qiymətdə çox nadir halda olur. Gördünüz bu evi, bax, günü bu günləri zəng eləyin 070 858 31 44 gəlin götürün bu evi. Çünki bu qiymətə yəni dağılmayacaq. Qonaq otağında deməli əşyalar götürüləcək. Qalan otaqda əşyalar qalır. Qonaq otağı genişdir. Gəl. Deməli, qonaq otağından qurtardıq. Təmirini gördünüz ha. Evin içi qəşəng təmiridir. Çölü düzdür. Fasadına biraz əl gəzdirmək lazım. Görsədəcəm. Gəl bir dənə mətbəxinə baxaq. Bu giriş qapısıdır. Mətbəximiz. Bir dənə mətbəx mebelinə baxın. Önünə qəşəngdir. Səliqəlidir. Gördüyünüz hamısı qalacaq yəni. Kombisi buradadır. Kombisi buradadır. Döşəməsi laminatdır. Qiymət yəni ekranda gördüyünüz qiymət. Qonaq otağında əşyalar götürüləcək. Hə, bax bura bir otaqdır, 4 otaqlı da, balaca otaqdır, deçik otaqdır yağın ki. Oranın polu laminatdır, buranın polu taxtadır. Radiatorlar var. Vay, o çəkir bura. Gəl. Hə, ki, otağın birinə baxdıq, qonaq otağın. Bu yataq otağıdır, ikinci yataq otağıdır. Sonra, yəni dərhal zəng edin. Sanuzildə super təmirlidir. Bir dənə o təmirinə bax, bax. Özəl istipol da bura. Türkiyənidir, hamısı baxıram. Yəni bu qiymətə olmayacaq. Gəlin, baxın. İnşallah evizi verin, gelin alıb satqıya. Bu da üçüncü otaq, üçüncü yataq otağı. 3 yataq otağımız, bir qonaq otağımız. Hə, mebellərdəki qalacaqda görürsünüz. Qəşəng bax, stroyunda mebellərdir hamısı. Cüzi endirim olacaq, ha, cüzi. Gəl indi mən sizə çölünü göstərəcəm. Hə, bax evimizin fasadı yoxdur. Elə evin içi, təmiri evin fasadı bax belədir. Yəni üstünə yəni remont lazımdır. Yəni emulsiya vurulmalıdır, ya nə maqlar, nə istəyirsiniz. Bu mənim fikrimdə bu sökülməlidir. Bu sökülməlidir. 2 sotdur. Buradan da keçmək olur arxasına. O tərəfdən də keçmək olur. Xırda belə işləri var da yəni. Bax. O vaxt navalça olmayıb, burada navalça vurmayıb. Buradan su tökülüb, buranın besesini biraz gelib. Tam ətraflı çəkib göstərirəm ki, başqa soru-sual. Bu da həyətdəki sanuzildir. Qaz, su, işıq, istifadevanın zirzəmsini, dərin zirzəmsi var. Yaşayışlı evdir, şəxsi tikili evdir. Özü üçün tikilmə. Buradan da keçmək olur arxasına. Yəni evdə yaşayış var da bir söz var. Yəni bu şansı bırakmayın. Yoldan da Albalı, yoldan da ana yoldan Bilgək tərəfdə də 200-250 metr. Bu da giriş qapısıdır. Kim alsa Allah xeyir versin. Yox, ehtiyac yoxdur.